İsrailin Xarici İşlər Naziri Azərbaycana səfər edib və Türkiyə haqqında artıq əsil sözlər danışıb. Yəni əvvəl türklərlə münasibətimiz yaxşı idi, sonra korlandı. Onlara görə korlandı, sonra biz münasibətləri düzəltmək istədik. Onlar buna razı olmadılar. Yəni bizə doğru addım atmadılar və yəni buna uyğun bir söhbətlər idi və bunu Azərbaycanda idi. Yəni və Azərbaycan tərəfi də susur. Yəni İsrail Azərbaycanın nə hesab edir ki, özünün ehtiyat meydançası hesab edir ki, yəni İsrail Xarici İşlər Naziri gəlib rahat şəkildə Azərbaycan təbii müttəfiq haqqında artıq əsil danışa bilər və Azərbaycan Xarici İşlər Naziri olsun, digər oradakı nümayəndə olsun, ağızlarına su alıb oturub bir dənə cavab vermirlər. Yəni bilirsiniz, bu artıq Türkiyədə əks-səda olub bu həmin bu məsələ. Yəni Türkiyə serialında az qala nəsə Azərbaycana qarşı biraz nəsə söz deyəndə burada üzr istəyirəm ifadəmə görə bəziləri tumanlarını çıxardıb başlarına geyinib ay Türkiyə belə elədi və bunu hökumət yönümlü mediada bu işlə məşğuldur. Başlayırlar qışqırıq bağır sağırmaq. İndi nədir? İsrailin Xarici İşlər Naziri gəlir Azərbaycan haqqında bu sözlər deyir. Bunu heç nə olmamış kimi biz burada özümüzü göstəririk. Siz təsəvvür edin, Ankara'da Ermənistan Xarici İşlər Naziri Azərbaycan haqqında eyni sözlər desə və Türkiyə Xarici İşlər Naziri sakit dursa, ümumiyyətlə Ermənistan Xarici İşlər Naziri şey edə bilərmi? Və Türkiyə etsə belə Türkiyə Xarici İşlər Naziri sakit durarmı? Təbii ki, yox. Yaxşı, biz nədir bu? Bir dənə təbii müttəfiqimiz qalıb. Nə etmək istəyirik biz ümumiyyətlə? Mən başa düşə bilmirəm. Bizim hakimiyyət, bir dənə təriflədiyimiz sizin xarici siyasəti də onu da əl-üzü üzünüzə bulaşdırırsınız. Yəni siz kimdir İsrailin Xarici İşlər Naziri? Azərbaycanda Türkiyə haqqında artıq əsil sözlər danışsın. Siz niyə artıq bu qədər belə bir vəziyyət yaratmışsınız ki, İsrailin Xarici İşlər Naziri sabahdan Netanyahu gələr Azərbaycana, onunla söhbət var idi, yayılmış Netanyahu gələcək. Sabahdan Netanyahu gələr, eyni söz Erdoğan haqqında deyər və bu sakit qəbul eləyəcək. Yəni bu vəziyyətə çatdırmısınız. Yəni İsrail Türkiyədən artıq üstündür. Yəni bu və yaxud da bir türk bloger gedir, Anadolu türkü bloger gedir, Türkiyəli bloger Qırmızı Slavodaya orada bir yahudi onu deyir ki, sən türksən, mən sizi sevmirəm, o sözü deyir. Yəni bu nə deməkdir? Azərbaycan ərazisində kimdir ki, Türkiyə haqqında o sözü desin? Türkiyə ərazisində hansı bir Azərbaycan bloger getsə, məsələn, kürdlər yaşayan yerə, ermənilər yaşayan yerə o söz onu həmən Türkiyə vətəndaşı olsan, erməni və yaxud da kürd elə söz desə, biz Azərbaycanı sevirik, bizim xoşumuza gələr. İndi elə şey olsa, elə hadisə yenə də burada başımızı tumanı, bəziləri başlarının tumanlarını qaldırıb başlayasıydı ki, ay Türkiyədə belə edilir, elə edilir Azərbaycana qarşı danışılasıydı. Amma Azərbaycanda bunlar eləyir. Kimdir ki o yahudi istəyir Azərbaycan vətəndaşı olsun, qardaş Türkiyə haqqında mən türkləri sevmirəm. Belə baxanda bu ölkənin də əksəri əhalisi türkdür. O kimdir ki o söz desin? Ümumiyyətlə Türk haqqında. Nə olsun bizim vətəndaşdır? Rusiya haqqında başqa bir millətdən olan vətəndaş Ruslar haqqında o söz deyə bilər, Slavyanlar haqqında o söz deyə bilər. Elə İsrailin özündə Yahudilər haqqında o söz deyə bilər. Niyə bizə belə rahat şəkildə biz belə pis çıxmasın? Bu mən bilmirəm, İsrailin qarşısında belə biz çox belə pis vəziyyətdə durmuşuq. Və Türkiyə cəmiyyəti də bunu görür. Artıq Türkiyə cəmiyyətində əvvəlki Azərbaycan sevgisi qalmayıb. Artıq suallar verilir. Can Azərbaycan niyə belə edir? Bizi sevənlər bir artıq sual verir ki, Can Azərbaycan niyə belə edir? Çünki Can Azərbaycan hakimiyyətinin artıq euforiya, bu müharibədən qalib gəlmə euforiyadan artıq zəhərlənmə gedir. Euforiya zəhərlənməsi gedir. Bu zəfər zəhərlənməsi gedir. Artıq bilmirlər, nə etdiklərini bilmirlər. Türkiyə siz üçün Ermənistan da öyle. Bir dənə Ermənistanla 30 il güclə bacardıq. O da Türkiyənin dəstəyi ilə. Biz meydana tək olsaydıq, görün bizə imkan verərdimi Amerika, Rusiya, İran ki biz rahat şəkildə torpaqlarımızı azad edək? Türkiyənin arxamızda olması, F-16'ların Bakıda olması, Bəxtiyar Paşanın burada olması, Erdoğanın Putinlə Hakan Fidanın İran səfərləri, bütün bunlar gətirdi, Allahın izni ilə bu zəfərimizi bizə gətirdi. Türkiyəmizin yanımızda olması, biz nə etmək istəyirik? Deyə bilərsiniz ki, şəhid verən biz olduq. Bəli, şəhid verən biz olduq. Amma siyasi dəstək olmasaydı, sən nə qədər istəyən şəhid verginə sənə imkan verməyəsiydilər. Necə ki 16-cı ildə aprel müharibəsində imkan vermədilər. 3 gündən sonra zəng elədilər, Şoygu zəng elədi Zakir Həsənov ki, dayan. Bunu Zakir Həsənov öz müsahibəsində deyib.
2020-ci ildəki yay ayında olan bir müsahibəsidir. Bunu axtara bilərsiniz arxivdə. Google yazın Zakir Həsənovun müsahibəsi. O vaxtda çıxacaq. Özü etiraf etdi ki, Şoygu zəng elədi ki, dayanın. Amma bu dəfə artıq nə Şoygu, nə Putinin zəng eləmədi. Zəng eləməsə dayanmadıq. Niyə dayanmadıq? Çünki arxamızda Türkiyə var idi. Erdoğan var idi. Erdoğan hər yerdə vuruşurdu bizim üçün. Hakan Fidan vuruşurdu. Digər Türkiyə rəsmiləri vuruşurdu. Çavuşoğlu vuruşurdu. Türkiyənin Müdafiə Naziri, Türkiyənin Xarici İşlər Naziri, Türkiyənin Prezidenti hamısı, hələ bir ki Azərbaycanın rəsmiləri kimi Azərbaycan uğrunda vuruşurdu. Azərbaycan rəsmilərindən daha çox vuruşurdular. Nə tez bunu biz unutduq? Yəni bu İsrail nə mataq oldu ki belə? Və sonda mən deyirəm, bu yaylı Yahudi lobbisi, indi ağıllı mən bilirəm, dedim mən belə bu çıxışıma indi ağıllı çıxıb, bilirsiniz, Yahudi lobbisi, Yahudi diasporası, beynəlxalq siyasət, hisslər siyasəti deyil. Bu soyuq, pragmatikdir. O plaza uşaqları var ya, o şirkət uşaqları, İtalyası geyinənlər. Bax, onlar başlayacaqlar bu saat və yaxud da yapın bu deputatları. Ağıllı danışma, dırnaq arası. Mən də cavab verirəm. Bəs sizin o Yahudi lobbiniz indiyə qədər niyə 907-ci maddəni ləğv elətdirə bilməyib Amerikada? Hələ də 907-ci maddə ləğv olunmur. Sadəcə olaraq Trump onu ertələyib. Onun belə də gündəmdə olmasının müvəqqəti olaraq qarşısını alıb. Amma yenə də 907-ci maddə sabah yenə başqa bir Amerika hakimiyyəti bizə qarşı tətbiq edəcək. Və edəcək də. Və nə oldu bu Yahudi lobbisi, Yahudi diasporası? Hanı bəs? Hardadır? Hansı məsələdə bir Azərbaycan yanında olub? Erməni diasporasının qarşısında olub. Ona görə gedin onun nağılları özünüzə danışın. Artıq xalq da sizin nağıllarınıza inanmayıb. Son bir dənə xarici siyasət var idi. Onu da artıq əlinizi üzünüzə bulaşdırırsınız. Xocalı qatillərini göndərirsiniz Ermənistana, bəhbəhlə Ermənistana neft, nə bilim digər taxıl göndərirsiniz. Biz də Ermənistana səndəmə konyak alasıyıq. Başınıza dəysin sizin erməni konyakı. Bizə lazımdır Ermənistandan heç nə. Bunu da artıq bulaşdırırsınız əl üzünüzə. Bir dənə Türkiyə qalıb. Türkiyəni də özümüzdən eləyəcəksiniz. Sonra qalacaq yenə 93-cü, 94-cü ildə kimi meydanda tək. Sonra da Moskva otuzduracaq bizi Bişkek protokolu kimi kapitulyant protokol imzalatdıracaq. Deyəsən o günləri darıxmısınız o günlər üçün. O günləri Azərbaycana doğru aparmaqdasınız. Bu cür siyasətlə.